Sen oldun, aman yerim sen oldun. Sen oldun, ciman yerim sen oldun. Mən indi bilmişəm, hər gözəldən yar olmaz. Bir ömür durnalar, qoşa uçsa yorulmaz. Sen oldun, aman yerim sen oldun. Sen oldun, ciman yerim sen oldun. Qardaşlar, bu mənim 3-cü podkastımdır. Bunu mahnıyla başlamam tuzatlı deyil. Demək, mən nə qədər özümü rock xoşlayan, sevən hesab eləsəm də, bütün günü Pink Floyd'dur, Beatles'dur, nə bilim Nirvana'dır, nə bilim Queen'dir, bunlara qulaq assam da, bunları paylaşsam da, hər səhər yuxudan duranda demiyorlar ki, mən bu Ağadaş Ağayevin Sən oldun mahnısı ilə başlayıram. Mən o vəziyyətə gəlmişəm ki, artıq mən internetdə axtarıram ki, bu Sən oldun mahnısı nəyə xeyir edir? Məsələn, dediyimiz kimi, alma, tutaq ki, günəş D vitamini xeyirli, almada dəmir var və digər şeylər yedikdə, içdikdə müəyyən qədər də insana müəyyən şeylərdə fayda verir. Mən də axtarıram ki, bu Sən oldun mahnısı nəyə xeyirdir ki, mən buna bir də qulaq asıram. Məsələn, uşaq vaxt deyirlər ki, uşaq torpaq yiyirsə, demək bunun hansısa kalsium çatmır, D vitamini çatmır, filan şey çatmır. Görəsən mənim nəyim çatmır ki, mən hər səhər duranda bu Sən oldun mahnısı ilə başlayıram. Demək, bu Sən oldun mahnısı ilə sözləri çox qəribədir. Hər yerdə, hər zaman sınayıram mən səni, gah səndən küsürəm, qınayıram mən səni. Həmişə yaxşı günümdə gözüm səni axtarır, ən çətin günümdə arayıram sən məni. Dərd çəkib mənimlə bir sevinim şən oldun, yenə də axırda mənə qalan sən oldun. Bu mahnına sözlərini diqqətlə qulaq asanda adam başa düşür ki, bunu siz kim yazıb? Bunu Sovet dövründə, Azərbaycan müstəqillik dövründən çıxanda 92-93-cü illərdə hamı ki Rusiyaya qaçırdılar, Urset deyib qaçırdılar, orada pul qazanırdılar və oradan ataşdab özlərinin orada yaşayırdılar ha. Bu həmin kişidir. Gedir orada bir dənə Rus xalaşqa tapır, Rus xalaşqa ilə yaşayır, davam eləyir və müəyyən müddətdən sonra ya işləri alınmır, ya xalaşqamın arxasında bir tek vurandan sonra qayıdı gəlir vətəninə və bu mahnını yazır. Mən bunu belə başa düşürəm. Çünki bunu başqa bir şeyini yazmaq olmaz. Deyir ki, gəzdim aləmi səndən gözləb tapa bilmədim, həmişə mənə qalan sən olmuşsan, mən olmuşam. Ümumiyyətlə bu mahnının kim yazdığını aydınlaşdırır. İndi keçək bu ifaçının özünə. İnternetdə dediyim kimi axtardım görəsən bu Sən oldun mahnısı, hansı bərdən üzündən, hansı xəstəliyimə xeyir olduğu üçün olmağa diqqətlə qulaq asıram. Axtarış görəndə elə Ağadaşın özü haqqında məlumat çıxdı. Ağadaşın balta məsələsi haqqında yəqin ki hamınız eşitmişsiniz. Amma balta məsələsindən əvvəl Ağadaşın 2-3 dənə xanımla videosu çıxmışdı. Bu da deməkdir ki, mənim bu tezisim hardasa təxminən doğrudur ki, bu Sən oldun mahnısını əgər Ağadaş bəstələyibsə və yaxud bəstəlməyibsə belə oxuyubsa, Ağadaşın da belə bir azdan çoxdan keçmişi vardır. Amma bugünkü mövzumuz nə Ağadaşla əlaqədardır, nə də ki Rus xalaşqalarla, nə də ki bu mahnı Sən oldun mahnısı ilə. Bugünkü bizim podkastımızın, 3-cü podkastımızın mövzusu qəribə hadisələr, qəribə tarixdə baş vermiş qəribə hadisələr və sonra da bir-iki dənə də öz başıma gələn hadisələrdən danışaram. Demək, başlayayım Amerika Birləşmiş Ştatlarının 9-cu prezidenti William Henry Harrison haqqında. Bu, ABŞ tarixinin ən qısa müddətdə hakimiyyətdə olmuş prezidentidir. Cəmi 32 gün, 12 saat 30 dəqiqə olmuşdu. 1841-ci ildə 4 apreldə o prezident seçilmişdi və cəmisi, dediyim kimi, 32 gün hakimiyyətdə olmuş və 4 mart 1841-ci ildə düz 69 yaşında bu bizim dostumuz William Henry Harrison rəhmətə getmişdir. Rəhmətə getmə səbəbi də çox qeyri-adidir. Bu William Henry Harrison özündən çox arxain bir fərd olduğu üçün, demək bu and içmə mərasimində nə şapka geyinmişdir, nə palto geyinmişdir və həmin vaxtda hava çox soyuq olduğu üçün güclü külək əsirdi, yağış yağırdı və o da pnevmoniya və plevrit diaqnozu qoyduqdan cəmi 32 gün, 12 saat 30 dəqiqə sonra rəhmətə getmişdi və tarixə ən qısa Amerika prezidenti, prezidentliyin yerinə yetirən bir insan kimi tarixə düşmüşdür. İkinci hadisə isə 1985-ci ildə New Orleans'da baş vermişdi. Burada xilasedicilər, yəni bizim təbirimiz nədirsə, fövqəladə halların işçiləri həmin il boyunda hovuzda heç bolun baş vermədiyi üçün və bunu qeyd etmək qərarına gəlirlər və bir parti vermək qərarına gəlirlər və parti verdikdə isə yenidən hovuz şənliyi təşkil olunur və çox təəssüf ki, həmin ilin sonundaca 1985-ci ildə həmin partidə bir nəfər elə hovuzdaca
boğulub rəhmətə gedir. Bildiyimiz kimi 3-cü hadisədən danışır. Bildiyimiz kimi 2028-ci ildə demək Yay Olimpik oyunları Los Angeles'də keçiriləcəkdir. Həmçinin 1932-ci ildə də Olimpiya oyunlarından biri məsələn Los Angeles şəhərində keçirilmişdi. Bu oyunlarda Fransız yüngül atlet Jules Snow'un disk atama Olimpiya yarışlarında dünya Olimpiya rekordu qırmışdır. Amma bu Olimpiya rekordu qeydə alınmamışdır. Sizcə niyə? Bilirsiniz niyə? Çünki hündürlükdə turlanma üzrə onlar yarışa baxırlar. Və düz tapdınız, həmin yarışçı məhz gözəl, görkək, latın bir qız idi. Dördüncü hadisə keçək. Dördüncü hadisə Türkiyənin Elazığ şəhərində Gözəllik kəndində baş vermişdi. Burada Aydın Kayak adlı 65 yaşlı çoban yol yeriyərkən ağzına milçək girib və o milçəyin ölmədiyini fikirləşir və bütün günü psixoloji olarak ona təsir edir, öskürək keçiridir, asqıraq keçiridir və nəfəs darlığı keçiridir və bunun öldürmək üçünsə ölçülmək üçün nə qərar verir? Milçəyi ilə öldürərlər, zəhərlə o zəhər içir və milçəyi öz qarnındaca öldürməyi planlaşdırır və milçək ölür və çox təəssüf ki, həmin o 65'li Aydın Kayak qardaşımız da burada ölür. İçində öldürmək əlaqəsində burada keçməyəcəm. Elə digər hadisəyə keçsəm, 5-ci hadisə İtaliyanın Palma şəhərində San Serranto kəndində qeydə alınır. Bu kənd 5000 nəfərlik bir kənddir. Burada yaşayan Giuliano Strafferini, 4 uşaq atası 38 yaşlı insan öz həyat yoldaşını boşayaraq yeni bir evliliyə bağış qoyur. Yeni evləndiyi kim olsa yaxşıdır? Qaynı, bəli. Mario adlı qaynı cinsini dəyişərək özünü edir Maria və o Mario öz həyat yoldaşından boşanaraq Maria ilə evlənir və bu toy 5000 nəfərlik kənddə olan toy təxminən 200-300 nəfərin iştirakı ilə və çoxlu sayda jurnalistlərin iştirakı ilə bu toy məclisi baş verir. Digər bir hadisə ilə Türkiyəyə qayıdaq. Türkiyənin Kayseri şəhərində Məhməd Unal adlı 44 yaşlı ağıllı bir insan öz dostu Həsən ilə 48 yaşlı Həsən ilə babat yeyib içir. Babat yeyib içdikdən sonra onların içkisi bitir və onlar qərarı alırlar ki, növbəti içkini almaq lazımdır. Növbəti içkini almağa kim getmək isə onlar nə qol güləşirlər, nə də ki zəhər atma ilə müəyyənləşdirirlər. Onlar kim gedəcəyini müəyyənləşdirmək üçün daha gözəllikdə fikirləşirlər. Bu Rus ruleti idi. Bəli, evdə olan silahdan Rus ruletindən oyun oynayırlar və ev yiyəsi 44 yaşlı Məhməd Unal Rus ruletində məğlub olur. Onların mərzinə görə məğlub olan gedib spiritli içki almalıydı. Amma çox təəssüf ki, Məhməd Unal mərci uduzsa da, Rus ruletini uduzsa da, o gedib heç nə almır. İndi bunları danışdıqdan sonra mənim öz başıma gələnlərdən danışım. Keçən dəfə danışdığım kimi mənim bir qız dostum var, adı Güneldir. Mən onunla dediyim kimi Instagramda tanış olmuşam. O qısa videolar paylaşırdı müxtəlif Android applicationları barəsində. Mən ona yazdıqda isə məlum oldu ki, o uşaq vaxtından Almaniyada yaşayır. Bəli, o Almaniyaya köç edən qaçqınlardan, məcbur köçünlərdən biri idi. Mən onunla söhbətində onun gündəlik həyatında həyatını necə qazandığını, necə yaşadığını soruşdum. O dedi ki, mən artıq tək yaşayıram, öz həyatımı özüm qazanıram. Soruşdum, nə işlə məşğul olursan? O mənə e-sport dedi. E-sport onlayn oyunlar oynayaraq həyatını qazanan insana deyilir. Amma təbii ki, mən həmin dövrdə e-sportun nə olduğunu bilmirdim və biz telefon danışığında mən e-sportu eskort kimi başa düşmüşdüm və onunla sağollaşdıqdan sonra spirt içki alıb sigaretlə onun şəklinə baxaraq çox təəssüfləndim ki, həyatında gözəl bir qazla tanış olsam da o esport çıxmışdı. Sonra isə ona yenidən danışdıqda dedim ki, sənin üçün çətin deyil ki, bu esport olmaq. O da esportu həqiqətən esport kimi başa düşüb və danışır ki, yox, mən günümün demək olar ki, yarısını buna sərf edirəm və qazancım çox yaxşıdır və deyir, atam zavodda işləsə də atamdan 2-3 dəfə çox pul qazanıram. Dedim, bəs evlənməyinə problem yaratmaz. Dedi ki, yox, bunu həyat yoldaşı mənim esportla məşğul olduğumu qəbullansa, onun üçün heç bir problem olmaz və həmçinin də günümün qalan qarşısında ona xərcləməyə hazıram. Bir neçə dəfə buna
dedikdən sonra qorunma filan məsələsi, Kamil məsələsi keçdikdə isə o isə mənə sual verir ki, sən esportu nə başa düşmüsən? Dedim, nəyi dedi esportu? Ondan sonra mənə izah elədi ki, esport başqa bir şeydir, eskort başqa bir şeydir. Digər gələn başıma hadisə yenə bir qızla əlaqədardır. Demək, mən bir qızla bir öbür oğlanla əlaqədardır. Demək, mən yaşayıram Bakının kəndlərindən, qəsəbələrindən birində. Bu qəsəbələrin yolları olduqca dardır və bu qəsəbədə getdikdə qarşına bir oğlan və bir qız çıxdı. Bu oğlanın əlində də indi cinsin xatırlamasında bir it var idi. Mənə çox dar olduğu üçün və itin ağzında heç bir qoruyucu olmadığı üçün mən xahiş etdim ki, iti yanına çəksin. O isə iti yanına çəkmədi və gülərək dedi ki, sən itdən qorxursanmı? Mən dedim ki, bəli, qorxuram, xahiş edirəm, sən iti kənara çəkəsən. O isə etiraz etdi ki, qorxma, çəkil, keç ged. Mən keçərkən itə bir xışqırma etdim. İt mənim üstümə hürdükdə isə mən fikir vermədən həmin oğlanın başını vurdum. Məhlə dar olduğu üçün və binalar kərpicdən tikildiyi üçün o kərpicin künc hissəsində deyərək həmin oğlanın başı qanadı. Və beləcə o mənə dedi ki, sən görərsən məni qızın yanında vurmağı, biabr etməyin nəticəsini görərsən. Bu oğlan təxminən mənlə yaşlı idi. Bu oğlan fiziki cəhətdən də mənə çox bənzəyirdi və mən ondan qorxmadım. Günlərin bir günü mənə zəng gəldi. Həmin vaxtlar Məşədə Əzbəyev metrosu adlanırdı. Məşədə Əzbəyev metrosu təmirdə idi və mənə dedi ki, gəl orada görüşək. Biz orada görüşməyə qərarı aldıq və saat təyin edirik. Saat təxminən günorta saatlarda ola bilər. 12, 1, 2 və yaxud digər yadıma gəlmir. Həmin vaxtda da mən repetitor yanına hazırlığa gedirdim. Mən də öz dostlarımı yığaraq dedim ki, belə bir hadisə başıma gəlir, mən günahkaram, amma bu söhbəti mümkün qədər sülhlə, yolu ilə həll eləmək lazımdır. Əgər mən ora çağırırsam, Məşədə Əzbəyev metrosunun yaxınlığına, təmin olan yerə çağırırsam, demək vəziyyət olduqca gərgindir və məni tək qoymayın. Onlar mənimlə razılaşdılar, mən oğlan zəng etdim ki, biz artıq çıxırıq, sən ora nə vaxt çatarsan, dedi ki, biz gəlirik, biz dediyinə başa düşdüm ki, o da tək gəlmir. Və dedim ki, haradasınız ki, hal-hazırda məşqdəyim. Mən uşağa çönüb dedim ki, qardaşlara vəziyyət olduqca gərgindir. Bu hər hansısa bir məşqlə məşğuldur. Oğlanlardan da dost tanışlarına, adını kezdəbədə sadaladığım keçən podkastı sadaladığım uşaqlardan dedilər ki, qorxma, arxan, narahat olma, amma istəyirdim ki, bunların sifətləri bir balaca da olsa dəyişib və artıq onlarda qorxu hissi vardır. Biz orada 10-15 dəqiqə gözlədik, zəng etdilər ki, hələ ki məşqdəyik, 20 dəqiqə gözlədik məşqdəyik, 1 saat keçdi məşqdəyik və biz bunu artıq fikirləşdik ki, bunlar ciddi məşq edirlər ki, bizi gəlib döysünlər. Və müəyyən bir vaxt keçdikdən sonra bunları gördük. Bunları gördükdə bunların əlində qəribə bas gitara, elektro gitara, davul falan gördükdə isə bunları yaxınlaşıraq dedik ki, siz nə məşqindəydiniz? Bunlar istəyirlər ki, biz rockçuyuq və rock musiqi məşqindəydik. Və təbii ki, biz müəyyən qədər rahatladıq, sakitləşdik və söhbətimizi müəyyən qədər mədən şəkildə yola verərək, döyərək yolları yola saldıq. Müəyyən vadaqdan sonra isə o başına vuraraq sındırdığım elektrik arasının pulunu məndən aldı. Üçüncü bir hadisə də təxminən dalaşmaqla qədər sizə dediyim kimi mənim qrup yoldaşlarım çox şən, əhval ruhiyyəli insanlar idi. Onlardan bir gün mən həmişə anarxa partlardan birində oturardım, Səməd adlı qrup yoldaşımla. Oturduğum vaxt digər bir qrup yoldaşımın, Tahir adlı qrup yoldaşımın orada əyləşdiyini gördüm. Ona xahiş elədim ki, biraz sərt şəkildə söyüşlə xahiş elədim ki, zəhmət olmasa bu partanı və bu stolu tərk elə, bura mənim yerimdir. O istedi ki, sən atan mı alıb bu yeri? Mən dedim ki, xeyr, mənim atam bu yeri almayıb. Amma səndən xahiş edirəm ki, zəhmət olmasa B. O isə B-ni pis başa düşərək durdu və mənə əl-qol hərəkətləri etməyə başladı. Mən də bunun əl-qol hərəkətləri etdikdən sonra dedi ki, səninlə sonra görüşərik. Tənəffüs vaxtı dedi ki, mən gedirəm, sənə zəng edib səninlə görüşəcəyəm. Bu hadisənin üstünə bir həftə, 2 həftə keçdi. Bu artıq mənlə salamlaşıb görüşsə də, mən dedim ki, yəni bu hadisə unudulub getdi. Növbəti imtahanlar, yaz sessiyası imtahanları
bitdikdən sonra mən yay tətilində evdə idim və birdən bu həmin Tahir adlı oğlanla mənə zəng gəldi və məni görüşə dəvət etdi. Səbəbi soruşdusa mənə heç nə demədi. Amma mənim içində bir şübhə var idi ki, bu məni çox böyük ehtimal ki, döyməyə çağırır. Mənimlə görüşə getdikdə, yəni həmin məhəllədəki mən dostlarımı yığıb getdim. O istedi ki, tək gəl, səninlə söhbətim başqa cürdür. Mən getdim, görüşdüm. Görüşümüz Neftçilər metrosu ərazisi yanında, İcra Hakimiyyəti yanında, bayrağın yanında olacaqdı və biz orada tək bir görüşdük. Amma dostlarım dedi ki, bu çox ehtimal ki, tək gəlməyəcək və məni harasa aparacaq. Və biz orada tək qalmam olsun, mənim zəhmət olmasa izləyim. Bu mənə dar küslərə saldı, dar küslərə getdi və mənim ağlıma artıq pis bir şey gəlirdi ki, bu məni hansısa yolda itirəcək, dostlarım əlaqəmi kəsəcək və mən orada döyərək, çox güman ki, telefona çəkəcək. Və tək döyməyəcək, ətrafında digər dostları ilə. Girdik bir binaya girdim ki, yox qardaş, bura kimi gəldiyimiz bəsdir. Mən binaya girmədim ki, narahat olma, gir binaya sənə sözün qədər. Binaya girdikdə isə əcayib formada oğlanlar, qısa yuqqalı qızlar, biri ora gedirdi, biri bura gedirdi. Adı tam yadına TNC-dir yoxsa nə idisə, demə bu məni hansısa bu piramidalara, şəbəkələrdən birinə qoşmağa çalışırdı. Mən isə orada etirazımı bildirdim və onunla sağollaşaraq sevincək halda çıxıb geri qayıtdım. İndi isə keçək son hadisəyə. Bu son hadisə də mən Səməd dediyim qrup yoldaşımın başına gəlir. Dediyim kimi, hər dəfə sinif otağına daxil olarkən, auditoriya daxil olarkən həmişə deyir ki, bugün başıma bilirsiniz nə gəlir. Hər dəfə də başına qəribə hadisə gəlirdi və mən ümid edirdim ki, bu nə vaxtsa bitəcək. Amma 4 il boyu o bitmədi və hətta o bizdən bir il sonra da universitet oxumağa məcbur oldu. Demək günlərin bir gündə o bir xanımla görüşməyə gedib. Görüş əsnasında onların söhbətləri alındığı üçün söhbətin davamını xanımın evində keçməyə qərara alıblar. Onlar evlərə daxil olduqdan sonra isə, çay içdikdən sonra isə birdən qapı döyüldü. O deyir ki, 100% qardaşım işdən tez gəlib və o oğlanı məcburən arxa pəncərədən çıxmağa məcbur edib və deyib ki, zəhmət olmasa həyat evi olduğu üçün kərpiçləri aş və bizim ev ərazimizi, bizim həyat ərazimizi tərk elə. O isə birinci sağ əlini atıb, həmin dövrlərdə də şüşə qırıntılarını qırıb, demək ki, hörgünün üzərinə paylayırdılar ki, ora daxil olmaq istəyənlər, oraya daxil olan zaman əlləri, ayaqları zədələnsin və binaya, evi həyətə daxil ola bilməsin. O birinci atdıqda əli şüşəyə deyib, amma həyat qorxusu, can qorxusu şiddət olduğu üçün ikinci əlində məcburən ataraq, ikinci əlində zərbələnmək məcburiyyətində qalmışdır və o binanı aşaraq getmişdir. Amma diqqət onun, maraq onu bürümüş və izləmişdi ki, bu gələn kimdir? Qapını döyənsə kim olsa yaxşıdır? Qatıq satan. Dedi ki, bibi qatıq istəyirsinizmi? O istəyir ki, qatıq istəmirəm. Oğlanı yenə içəri dəvət etmək istəsə də, oğlanın əlləri qan içində olduğu üçün o təcili tibbi yardım çağırmağa məcbur olmuşdu. Bugünkü podkastımız burada bitir. Ümid edirəm ki, bəyəndiniz və sevdiniz və üzünüzdə gülüş yaratmağa nail oldum. Sizdən xahiş edirəm, kanala abunə olun və öz təklif və iradlarınızı komment şəklində mənə bildirin. Hələlik növbəti podkastım isə sırf mahnılar barəsində olacaq.